Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Sizləri Azeduaz podkastından salamlayırıq. Təhsilin gündəm mövzularını yenidən Azeduaz təhsil portalının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri ilə bir yerdə işıqlandıracaq. Elmin bəy, xoş gəlmisiniz. Xoş gördük Meltem xanım. Salamlayırıq. Şadıq ki, yenidən biz bizim abituriyentlərlə, şagirdlərlə, təhsilat kim varsa hamısıyla görüşürük və bundan sonra mütəmadi və vacib bir çıxışlarla hər həftə görüşə gələcəyik. İnşallah. Elmin bəy, gəlin elə təhsilin qısa bir icmalından bəhs edək. Bildiyiniz kimi artıq 11-ci siniflər üçün buraxılış imtahanını, qəbul imtahanlarını artıq geridə qoymuşuq. Buraxılış imtahanları ərəfəsində abituriyentlər bir çox narazılıqlar etdilər ki, imtahanların səviyyəsi olduqca çətindir. Ancaq onların bu etirazlarını nəticələr təkzib etdi. Çünki 12 nəfər abituriyent 300 bal, maksimum bal toplaya bildi. Deməli, daha sonra isə 2-ci və 3-cü ixtisas qruplarının imtahanları keçirildi. İmtahanlardan dərhal sonra abituriyentlər imtahanların nisbətən yaxşı, sual səviyyələrinin isə normal olduqlarını qeyd etdilər. Lakin 1-ci və 4-cü ixtisas qruplarında vəziyyət biraz fərqli oldu. Onlar qeyd etdilər ki, hətta bizə belə deyək, ədalətsizlik oldu ki, bizim imtahan səviyyəsi biraz çətin olub. Maraqlıdır ki, bu halda sual yaranır ki, hər il abituriyentlər imtahanların səviyyəsindən narazıdır. Biz heç bir zaman görmədik ki, abituriyentlər imtahanlardan tam şəkildə razı qalsınlar. Hər il bir problem işıq deyirlər ki, bu çətin oldu, bu bizim üçün problemli məsələdir. Bəs maraqlıdır ki, abituriyentlər üçün bu qədər əhəmiyyətli bir imtahanın niyə onlar asan olmasını gözləyirlər? Niyə bu çətinliyə onlar razı olmurlar və bu çətinlik səviyyəsində hazırlaşmırlar? Aydındır. Əvvəlcə buraxılışdan başlayaq. Deməli, indiki qəbul imtahan modeli 2019-cu ildə yenilənib. Bəli, artıq bir yox, 2 mərhələyə keçib. Əvvəl bilirik ki, yalnız bir mərhələ idi, maksimal 700 bala qədər toplanan bal yekun nəticəni həll edirdi. Və 2019-dan bu yana isə bu artıq 2 mərhələli bir modelə keçdi. Və çox doğru dediniz, 2019-dan bu yana, hətta ondan əvvəl də biz bir dəfə də şəxsən mən təhsil içində olan şəxslərdən biri kimi, indi az da olsa, çox da olsa görmədim ki, bu dəfə imtahan rahat keçdiyi fikrini insanlar səsləndirsinlər. Doğrudur. Bu 2019-cu ilə qədər olan etap üçün daha verimli idi. Amma sonradan bir fərq yarandı. Nə idi o fərq? Bu buraxılış imtahanlarının nisbətən yumuşadılmasına bağlı oldu. İnanın mənə, tam səmimi deyirəm. İndi izləyicilərimiz də eşidirlər, yəqin ki, inciməzlər. Amma bu reallıqdır. Buraxılış imtahanlarının yumuşaldılmasından sonra da imtahan günü bir nəfərdən eşitmədik ki, yox, imtahan bu dəfə rahat keçdi. Bu eşidilmədi. Amma sonradan biz gördük ki, maşallah. Nəticələr? Bəli, elə il oldu ki, orada 50-dən yuxarı, elə il oldu ki, 40-dan yuxarı abituriyent maksimal 300 bal topladı. Əgər bir imtahan prosesində 50-dən yuxarı 300 bal varsa, deməli 200-250, 250-300 ballıq aralıqlarda da müsbət nəticələr oldu da, öz onların sayı minlərlədir. Axı, niyə minlər insan heç birisindən biz müsbət bir eşitmədik? Bunu indi biz haransa kimisə qınamaq fikrindən deyilik. Bu imtahanın ümumiyyətlə xarakteri belədir. Əmin olun, bizlərdən də birini hər hansı bir imtahana daxil etsələr və çox bəsit sual salsalar, biz yenə çıxandan sonra müsbət fikirdə olmayacaq. Nəyə görə? Bu psixoloji bir situasiyadır. İmtahan stresi, imtahanın gərginliyi, imtahan suallarının üzərinə gəlir. Və o ağırlıq əslində ümumi bir baxışdır. Bu, bura qədər. Bu illəri isə biz buraxılışla bağlı həmin fikri səsləndirə bilmərik. Həqiqətən də məhz bu illəri buraxılış imtahanlarında sualların çətinlik səviyyəsi ötən bir neçə il nisbətdən demirəm biraz, hətta xeyli dərəcədə fərqləndi, xeyli dərəcədə çətinləşdi. Biz bunu imtahan günü abituriyentləri, müəllimlərin, valideynlərin reaksiyasında gördük. Dedik ki, yenə də ekspertlərin yanaşmasında gördük, amma son olaraq deyək ki, tələsməyək, bir nəticələrini gözləyək. Bəli, nəticələr çıxanda gördük ki, doğrudan da həqiqətən də bu ilki göstəricilər ötənkilərdən xeyli fərqləndi. Bir illə mümkün deyil ki, şagird kontingentinin savadı xeyli azalsın və ya da ki, xeyli artsın. Aşağı-yuxarı eynidir. Amma nəticələrdə xeyli fərq varsa, deməli, burada testoloji prinsiplərdə müəyyən qədər
fərqlər müşahidə olunub. Məsələ bundan ibarətdir. Baxın, əvvəl buraxılışda, blokda imtahan zəncirinin ayrı-ayrı həlqələridir. Bunlar bir-birindən birləşirlər və ümumi bir modeli əmələ gətirirlər. Əvvəldə model necə idi? Buraxılış nisbətən yumuşaq, bloklar isə çətin səviyyədə keçirilirdi. Və onların bir-birini tarazlayırdılar. Çünki hər ikisinin asan keçəcəyi səviyyə təqdirdə biz ixtisas seçimində xaosun şahid olacaqdıq. Çünki plan yeri bəlli plan yeridir. İmtahan asan keçsə də, orta keçsə də, çətin keçsə də plan yeri eyni qalır. Yəni bunların hamısı asan olsa, inanın, bəlli plan yerləri uğrunda çox ciddi rəqabət gedərdi və kəsilənlərin sayı hədsiz çox olardı. Bu belə. İkinci, əgər hər ikisi çətin keçsəydi, onda isə əksinə plan yerləri dolmazdı heç. Burada orta hədd, qızıl ortanı, orta şkalanı tutmaq çox vacibdir. Və mən inanmıram ki, elə sualın növbəti hissəsinə gələk. Bu illəri həmin şkala, həmin orta, qızıl orta pozulsun. Tam səmimi hissə deyirəm. Doğru dediniz. Buraxılış imtahanlarında siz də iştirak eləmişsiniz orada. Biz də müşahidən gördük ki, abituriyentlər bəziləri sözün həqiqi mənasında, bəziləri isə sözün məcazi mənasında ağlayırdılar. Elmin bəy, mən qeyd etmək istəyirəm ki, sözün həqiqi mənasında ağlayanlar daha çox idi. Təəssüf ki, elədir. Bəli, təəssüf ki, elədir. Çünki illərdir ki, bir nöqtəyə fokuslanasan, ona hədəf kimi baxasan və bu hədəfin buraxılış imtahanı qoluna nisbətən belə arxain olasan və həmin arxain olan tərəf sənə daha belə, necə deyim ki, dırnaqlara sürpriz hazırlayır. Elmin bəy, mən bunu problem bundan ibarətdir. Ki, üzr istəyirəm, sözünüzü kəsirəm. Bu il abituriyentlər elə reaksiya verdilər ki, imtahanlar lap çətin düşüb, belə kütləvi şəkildə etiraz etdilər. Amma biz ötən illəri xatırlasaq, 2023-cü ilin buraxılış imtahanı demək olar ki, bundan qat-qat çətin idi və qeyd etmək istərdim ki, həmin ildə heç abituriyentlər bu qədər kütləvi etiraz etməmişdi və həmin ildə 300 bal toplayan yox idi və ölkə üzrə də 700 bal olmadı heç. Gəlin deyək ki, baxın. Ümumiyyətlə imtahanlar istər buraxılış olsun, istər blok olsun. İmtahanlar lap çətin, belə necə deyim ki, yüksək fərqlə çətin keçdi fikirlərdən mən heç razı deyiləm. Testologiyanın prinsipləri var. Baxın, testologiya prinsiplərində neçə sual təqdim edirsənsə, o 3 yerə bölünməlidir. Asan, orta və çətin. Bu öz yerində. Sadəcə abituriyentlərə bu illəri gözlədiklərindən fərqli suallar təqdim olundu. Fərqli suallar və fərqli model ağırlıq dərəcəsinin fərqli deyil. Məsələn, elə fərqli model var ki, abituriyentlər burada demək olar ki, hazırlıqlı ola bilmədilər. Bu, bəzi sual var ki, onun bir variantı, bir modeli bizə çox rahat gələ bilər, amma onun başqa modeli bizə çox, belə deyim ki, gözlənilməz hal yaşada bilər. Baxın, həmin bu hallar, həmin fərqli modellər bu illəri nisbətən daha çox oldu. Və abituriyentlər bu halla rastlaşdıqlarına görə imtahanın özünü ümumiyyətlə çox çətin adlandırdılar. Məsələ bundan ibarət deyil. İndi biz düşünək, tamam, çətinmi, asanmı, buraxılış artıq olub bitib. Hətta birinci cəhd blok imtahanları da olub bitib, düzdür. İndi biz onların, bütün qruplar isə nəticələrini gözləyirik. Olub bitməyən yalnız ikinci cəhd blok imtahanlarıdır, şans imtahanlarıdır. İndi biz görək, artıq işin 3/2 hissəsi bitib. Bundan sonraki etaplar necə olacaq? Bundan sonraki durumlar necə olacaq? Məsələ bundan ibarətdir. Mən düşünürəm ki, bu ilki ümumi imtahan modelinin çətinliyi ötəninkidən heç də fərqlənməyəcək. Tam səmimi deyirəm. Yəni ötənkidən çətin olmayacaq. Hamı deyir ki, yox, buraxılış imtahanları çətin oldu. Blok da biz istəyən qədər deyildi tam. Görək bundan sonra necə olacaq? Mən bunu inan razı deyiləm. Bu Dövlət İmtahan Mərkəzinin qəbul imtahan modelinin balanslaşdırılmış siması düşünürəm ki, bu ildə qalacaqdır. Bariz nümunə, 2-ci və 3-cü ixtisas qruplarının blok imtahanları. Sualların o qədər də, necə deyim ki, çətin olmaması prinsipi idi. Buraxılış mürəkkəb keçmişdi, razıyam. Fərqli modellər təqdim olunmuşdu. Nisbətən, necə deyim ki, gözlənilməz situasiya yaranmışdı. Amma blok bunu tarazlaşdırdı. Qarşıda ikinci cəhd var hələ. Ayın iyulun 5-i olacaq, səbət bilirəmsə. Biz hələ bilmirik. 5 iyuldakı ikinci cəhdin durumu, sualları necə olacaq? Bu öz yerində. Üstəlik, birinci və dördüncü qruplar daha bayaq dediniz, tam fərqli fikirləşirlər. Onlar deyirlər ki, əksinə, bizim blok imtahanlarımız da asan olmadı. Və onlar qeyd etdilər ki, hətta birinci ixtisas qrupunda bilirsiniz, riyaziyyatda var, qəbulda, buraxılışda da var. Onlar qeyd etdilər ki, bizim elə qəbulda olan riyaziyyat sualları buraxılışla eyni səviyyədə idi, olduqca çətin idi.
Bununla bağlı məsələ, mən riyaziyyat üzrə mütəxəssis deyiləm, amma bununla bağlı fikirlər birmənalı deyil, tam səmimi deyirəm. Bəzi qism adamlar blok imtahanlarının, yəni söhbət 1-ci və 4-cü ixtisas qrupları üzrə gedir. Asan, bəziləri orta, bəziləri isə çətin olduğunu düşünürlər. Buraxılış imtahanlarında fikir demək olar ki, eyni idi, açıq deyim sizə. Hamısı bəli, hamı bir ağızdan deyir ki, bəli, buraxılış imtahanları çətin, nə yalan deyim, onlardan biri də biz olmuşuq. Hamılıqla. Amma blokla bağlı, 1-ci və 4-cü ixtisas qruplarının 1-ci cəhd bloku ilə bağlı fikir artıq çox variantlı oldu. Və mən həmin variantlar içərisində çox çətin cavabını seçmirəm. Yəni, məncə 1-ci və 4-cü ixtisas qruplarının 1-ci cəhd blok imtahanları qətiyyən çox mürəkkəb olmadı. Bəli, ola bilsin ki, məsələn, burada da psixoloji bir detal var. Baxın, Məltəm xanım, mən sizə bunu mütləq deməliyəm. 2-ci və 3-cü cəhd üzrə, üzr istəyirəm, 2-ci və 3-cü ixtisas qrupları üzrə 1-ci blok imtahanları nisbətən rahat keçdiyinə görə, o artıq hamısında psixoloji bir rahatlaşma yaratdı. Çünki buraxılış imtahanları çox gərginlik formalaşdırmışdı. İndi 2-ci və 3-cü qruplardakı blok imtahanlarının ümumi durumu insanlarda biraz rahatlıq yaratdı, arxainlik yaratdı, biraz onları özünə gətirdi sanki. Və 1-ci və 4-cü ixtisas qrupları da bundan yola çıxaraq tamam fərqli, komforta yaxın nəsə gözləyirdilər. O da olmadı. Ən azından 1-ci ixtisas qrupunun 4-ün blok imtahanında olan fənlər məlumdur bizə hansı fənlərdir. Orada ali riyaziyyat kimi çətin bir istiqamət var, kimya var, fizika var. Baxın, bu mümkün deyil ki, humanitar fənlərə olan fərqli model bu kimi fənlərə, dəqiq fənlərə, təbiət fənlərinə tətbiq olunmasın. Dedim, nədən ibarətdir? Özümüzü burada yenidən əlavə gərginliyə salmayaq. 1-ci və 4-cü ixtisas qrupları üzrə blok imtahanında çətin oldu, buraxılış onsuz da çətin idi, burada aləm bir-birinə dəyəcək, bu fikirlərlə mən razı deyiləm. Tam səmimi sizə deyirəm. Əksinə dərinə geçsək. Blok imtahanlarda əgər çətin olarsa, bu 1-ci və 4-cü ixtisas qruplarının işini nisbətən rahatlaşdırılmış olacaq. Nə mənada? Kimlərin? Kim ki orta səviyyədə cavab verib, kim ki blok imtahanında 100 ballıq həddi keçib, kimin ki az da olsa buraxılış imtahanı nəticəsi qənaət bəxşdir, vallahi billahi o sevinməlidir. Valla sevinməlidir ki, nə yaxşı ki blok da çətin oldu. Amma və lakin bu tarazlaşdırma prinsipi peşəkar səviyyədə hazırlanır. Bu il də belə olacaq, gəlin də belə olacaq. İndi sonra atıblar ortalığa ki, 2-ci cəhd blok imtahanları asan olacaq, yox çətin olacaq. Bilirsiniz, mən bir məqam qeyd etmək istəyirəm. Onu niyə elə düşünürlər? Çünki 1-ci qəbul imtahanı bilirsiniz ki, ödənişsizdir, ancaq 2-ci qəbul üçün ödəniş tələb olunur. Onlar da düşünür ki, böyük bir qism abituriyentlər ki, ödəniş etdiyimizə görə yəqin ki, imtahanların səviyyəsi daha asan olacaq 2-ci cəhdə. İcazənizlə bir söz deyim. Tam səmimi deyirəm ki, hətta bunu birbaşa izləyicilərimizə deyirəm ki, əzizlərim. Biz burada Dövlət İmtahan Mərkəzinin mənafeyini, onun mövqeyini qorumaq fikrinə deyilik. Nə onların buna ehtiyacı var, nə də ki biz o fikirdə olacaq, bu öz yerində. Amma əminliklə deyirəm, məhz bu ideya, məhz bu fikir başdan ayağa mifdir. Başdan ayağa uydurmadır və kulis söhbətidir. Açıq deyim sizə, bu ona görə edilir ki, burada marketinq marağı var, bu pula görə belədir. Vallahi billahi, şans elə bir məsələdir ki, əmin ola bilərsiniz buna. İnsan həmişə öz şansını daha da artırmaq uğrunda mübarizə aparır. Yaxşı nəticə göstərən nədir görürsünüz ki, yenidən özünü yoxlayır, yenidən əziyyətdən keçir. Necə olur? Açıq danışaq. 2 il boyu müddətində repetitorlara ayda, ay ərzində o qədər ödəniş edən valideyn. Necə deyim ki sizə, təkcə yol pulsuna hesablasaq ay ərzində bəlkə 300 manat ödəyən valideyn. 2-ci cəhd üçün lazım olan 50 manata bu gözlə baxır. Demirəm, bəli. Bəzi sosial reallıq var ki, insanın üçün 5 manat da böyük pul kimi görünə bilər. Amma məsələnin başqa bir tərəfi var da. Onsuz da bu iş görülüb. Bir valideyn, hamımız indi həmin mərhələdən keçmişik də, abituriyent olmuşuq. Bir valideyn necə dəridən qabıqdan çıxıb, öz övladı üçün hər bir işi görüb. Vallahi billahi, sonuncu bir etap üçün bu cür düşünürəm ki, burada tam yerinə düşmür. Bir dənə sizə söz deyim. İstə 2-ci cəhd olmur, istə 10-cu cəhd olsun. 2-ci cəhd 1-ci cəhdən nə asan olacaq, nə də çətin olacaq.
əminliklə bunu sizə deyirəm. Əzizlərim, bəzi məsələləri bunun birinci və ikinci cəhd olma anlamı dəyişmir. Testologiyanın prinsipi dəyişir. Suallar var. Testologiyanın prinsipi o beynəlxalq, necə deyim ki, normalardır, beynəlxalq normativlərdir. Və Dövlət İmtahan Mərkəzi ümumiyyətlə bizdəki suallar dünya təcrübəsindən olan normativlər əsasında hazırlanır. Sualların çətinlik dərəcəsi, asanlıq dərəcəsi, növləri, tipologiyası, hamısı arasında balans elə kompüter vasitəsilə elə qorunur ki, bu dəyişə bilməz. Dediyim kimi, mən həvəsdən salmıram. İkinci cəhd blok imtahanları su misalı olacaq. Çox komfortlu olacaq, onu gözləyə bilmərik. İstər birinci qrup olsun, istər 2 olsun, istər 3 olsun, istər 4 olsun, əzizlərim. İkinci cəhd blok imtahanlarına sadəcə rahatlığı nədir, asanlığı nədir, oraya insana daha rahat gedə bilirlər. Bir insandır, 450 bal yığıb, fikirləşir ki, mən burada zəifdir, yıxsam 450 bal rezervimdə var. Hə, bu başqa məsələ. Psixoloji rahatlıq imtahan prosesini elə asanlaşdıra bilər ki, bizim üçün ikinci cəhd tamamən başqa bir relaks ovqat yarada bilər. Başqa havada ola bilər. Eynən. Məsələnin asan tərəfi budur. Amma məsələnin testoloji prinsiplərində demək olar ki, heç bir fərq yoxdur. Aydındır, təşəkkür edirəm. Elmin bəy, bəs sizcə bu il 700 bal toplayan abituriyentlər olacaqmı? Deməli, mənim fikrimcə bir neçə nəfər də olsa ola bilər, amma məsələnin icazəmizlə başqa tərəfinə yönəlmək. Baxın, lap belə deyək ki, olmadı. Lap belə deyək ki, 12 abituriyentimiz namizəddə düzdür. Onların hamısı oldu. Hamısı. Birdən 12-yə qədər hamısı 700 bal yığdı. Ay gözəl insanlar, ay bizim hörmətli abituriyentlər. Vallahi billahi bu göstərici deyil. Şəxsən mənim üçün heç bir önəmi yoxdur. Bizim bu illəri bir abituriyentimiz 700 bal yığıb, yoxsa 51 abituriyentimiz 700 bal yığıb. İnandırım sizə. Bu nəyəsə dəyişmir. Bu ümumi intellektual rifahın göstəricisi deyil. 700 bal birincisi şans, ikincisi diqqətin fokuslanması məsələsidir. Niyə görə? Artıq 600 baldan bu tərəfə 630-700 bal aralığındakı uşaqlar arasında intellekt fərqi çox da başqa cür deyil, çox da fərqli deyil. Tam əminliklə bunu sizə deyirəm. Bunu mütəxəssislər də deyir, əmin ola bilərsiniz buna. Bəli, 700 bal yığanların biz əziyyətini boşa vermək istəmirik. 700 bal yığanla da 650 bal yığan arasında da ciddi fərqin olduğunu deyə bilmərik. Müəyyən bir fokuslama nöqtəsi var. Adam var ki, bir xanım, gənc abituriyent, birin yerinə 5 yazmışdı, o 700 baldan olmuşdu. İndi biz nə deyək? Deyək ki, ay cəmaat, 700 bal olmadı, aləm bir-birinə deyəcək. Vallahi billahi elə deyil. 700 ballıq, necə deyim ki, biz anlayışları, 700 balın əsarəti, prinsipini, mexanizmini ümumiyyətlə beynimizdən silməliyik. Vallahi billahi, bu nəyəsə dəyişdirmir. Bu günləri bir abituriyentin tələbə olduqdan sonra ki, topladığı bal artıq sıfırlanır. Onun, necə deyim ki, karyer uğuru, həyat uğuru, ixtisasına görə formalaşma prinsipləri artıq universitetdən sonra başlayır. Şəxsən mən bir abituriyent daxil olsam, mənim üçün qarşımdakı tələbənin 700 bal yığması ilə 230 bal yığması arasında bir fərq olmayacaq. Bu mənə görədir, mənim onun baxışıma görədir. Tam səmimi deyirəm. İndi əlbəttə ki, 230 bal yığan tələbə ilə 700 bal yığan tələbə arasında hansı fərq var, o başqa söhbətin mövzusudur. Amma bir tələbəyə ümumiyyətlə yığdığı bala görə baxmaq lazım deyil. Bu necə deyim ki, artıq keçmişdə qalmalıdır. Biz tələbəni bu günləri o həmin autorite necə düşünür, hansı qərarlar verir, həyatı necə görür, niyə sualından hansı formatlarda istifadə edir, yanaşmasına görə fərqləndirməliyik. Artıq bu 700 ballıq sevda məsələsi demək olar ki, itməlidir. Tam səmimi deyirəm. Elmin bəy, elə sizə öz belə deyək, müşahidələrimizlə bağlı bir sual ünvanlamaq istəyirəm. Buyurun. Biz Azedu komandosu olaraq 2 və 3-cü ixtisas qruplarının imtahan zamanı imtahan çəkilişinə getdik, çəkilişlandırdıq imtahanı. Deməli, həmin məktəbdə sadəcə rus bölməsində təhsil alan abituriyentlər var idi. İmtahandan dərhal sonra abituriyentlərin böyük bir qismi
tarix fənninin çətin olduğundan deyib gileyləndilər və biz müşahidə üçün Azərbaycan bölməsinə təhsil alan abituriyentlərdən də bir sorğu keçirdik onlar arasında və onlar qeyd etdilər ki, tarix çox yaxşı idi, hətta sualların səviyyəsi çox yaxşı idi, digər illərə nisbətən belə suallar yaxşı tərtib olunmuşdu. Bu halda da bizə maraqlı bir məqam yarandı ki, onda biz deyə bilərikmi ki, Rus bölməsində təhsil alan şagirdlər Azərbaycan tarixini bu qədər biganədir ki, hətta belə desək onlar ağlaya-ağlaya çıxırdılar imtahandan ki, tarix çox çətin oldu, biz yaxşı nəticə göstərə bilmədik. Deməli, üzr istəyirəm. Mütəxəssislər bildirirlər ki, Rus bölməsi üzrə tarix sualları yaxşı tərtib olunub, düzdür? Bəli, ümumi tarix sualları yaxşı tərtib olunub. Ümumi. Bəli. Ümumən belədir, amma abituriyentlərin buna olan reaksiyası, abituriyentin hazırlıq səviyyəsi o qədər ürəkaçan deyil. Və bunun bariz nümunəsi olaraq onlar çox belə narazı halda çıxmışdılar. Elə siz demişkən, yəni ağlaya-ağlaya çıxmışlar. Yəni əslində çox yaralı bir məsələdir. Niyə yaralıdır? Fikrimizi uzatmadan konkret cavab verək buna. Birincisi, nə yaxşı ki, bu günlər bizim təhsil sistemimizdə Rus bölməsində Azərbaycan tarixi, Azərbaycan dili kimi fənlər icbari, məcburi şəkildə keçirilir. Bu belə də olmalıdır. Biz artıq hər bir fənnə yalnız fənn prinsipindən baxmamalıyıq. Fənnin şuuraltı elə kurikulum standartları var ki, onlar şuuraltı elə işləyirlər ki, biz ondan ömrü boyu faydalanırıq. Tarix fənninin məzmun standartlarında, kurikulum tələblərində o qədər maraqlı detallar var ki, məsələn, bu insanda şuuraltı olaraq milli şuurunu gücləndirir. Xronoloji inteqrasiyanı qurur. Nədir o inteqrasiya? Deyək ki, orta əsrlərdə olan bir proseslə indiki dünyada baş verən proses arasında bir bağ yaradır və həmin bağ bizi analiz etmə səviyyəsini inkişaf elətdirir. Tarix budur. Hələ mən ikisini dedim. Bu say 20-dən də yuxarıdır. Onun meyarları, onun maddələri. Biz bu günləri Rus bölməsində tarixi əslində ona görə var ki, bu ideyalar həmin uşaqlarda da formalaşsınlar. Deməli, bu həm də onu göstərir ki, deməli bu formalaşma özü hələlik çətin və ləng gedir. Tam səmimi sizə deyirəm. İndi bunun səbəbi nədir? Oradakı tədrisin mi keyfiyyətsizliyi, oradakı uşaqların mı bunu adaptasiya oluna bilməməsi? Mən düşünürəm ki, adaptasiya prosesində nəsə ola bilər. Amma və lakin bu mütləq və mütləq mənada güclənməlidir. Biz elə bu studiyadan bir vaxtkən deyəndə ki, Azərbaycan tarix fənni buraxılış imtahanına salınmalıdır, abituriyentlər bizi az qala top ateşini tutacaqlar. İndi də tutacaqlar, tam səmimi deyirəm. İndi sosial şəbəkələrdə bu hissə paylaşılsa, indi də top tutacaqlar. Az qala deyəcəklər ki, gedin işinizlə məşğul olun, əzizlərim. Birincisi, bizim işimiz elə budur, açıq danışaq sizə. İkincisi, biz nə deyirik? Tam səmimi deyirəm. Azərbaycan bu günləri buraxılış imtahanında elə fənlər var ki, onların məzmun standartları ömrü boyu bizimlədir. Bizim onlardan xəbərimiz yoxdur. Ana dili olsun, riyaziyyat olsun, xarici dil olsun. Girin internetdə axtarış verin də, yazın məsələn, riyaziyyatın məzmun standartları hansılardır ki, onlar insana şəxsiyyət prinsipindən də faydalı ola bilər. Süni intellekt alətləri, ChatGPT-yə yazın bunu, Gemini-yə yazın bunu. Görün, insansız cavabları verəcəklər. Biz ondan sonra Rus bölməsində də Azərbaycan dili, ədəbiyyatı və tarixin olması, necə deyim ki, mütləq mənada vacib idi və biz buna getdik. Nə yaxşı ki, biz buna getdik. Amma çox təəssüf olsun ki, uşaqlarımızda adaptasiya problemi, dil amili, öz tariximizi yanaşma prinsipi biraz zəif səviyyədə hərəkət edir. Və bunun bariz nümunəsi də tarixlə bağlı suallara biz, necə deyim ki, az qala cəhənnəm əzabı kimi baxırıq. Elədir. Elə olmamalıdır. Tam səmimi deyirəm. Rus bölməsində oxumursan, tamam, ailənizin seçimi olub. Biz hüquqi dövlətdə kimsə təhsil seçiminə qarışa bilməz. Aydındır. Başa düşdük. Lap yaxşı. Amma bizim dilimiz var axı. Təhsil, milli kimliyi formalaşdıran əsas prinsipidir. Tam səmimisinə. Biz bunu elə yaxın tariximizdə də gördük. Təhsilimizin hansı, necə deyim ki, bizə əskər resurslar verməsində gördük biz bunu. O şuuraltı olaraq bizi formalaşdırdı. İndi də həmin bu tarix meyarı nəyə görə bizim Rus bölmələrimizdə zəif işləməlidir? Görünməz xətlə zəif işləməlidir. Yəni şuuraltı olaraq. Mövzu həmin mövzulardır. O da oradakı tarix də bizim tariximizdir. Sadəcə necədir? Buna ruhsal bağlantını artırmalıyıq biz. Tam əminliklə mən bunu deyirəm. Ruhsal bağlantını artırmalıyıq. Mən demirəm, hamısının haqqına girmək olmaz.
Amma bizim rus bölmələrimizdə oxuyan gənclərimiz bizim tariximizə daha çox meyl etsələr, inanın, çox daha uğurlu biz nələr şahid ola bilərik. Biz niyə görə açıq deyim ki, sizə yüksək bal toplayanların böyük faizində rus bölməsinin yetirmələrini görmürük. 700 ballıqlar içərisində az öncə dedik, şəxs mənim üçün meyar deyil. Səhv etmirəmsə, bir ya iki dənə rus bölməsinin yetirməsi ola bilər, yoxsa yox. Əmin ola bilərsiniz buna. Və qeyd edə bilərik ki, digər qruplara nisbətən rus bölməsinə təhsil alan şagirdlər üçün keçid balları nisbətən aşağıdır. Eynən, bəli, keçid balları nəyə görə aşağıdır? Çünki göstəricilər aşağıdır. Elədir. Keçid ballarını göstəricilər müəyyənləşdirir. Ayrılan plan yerləri və göstəricilər müəyyənləşdirir. Olmur belə, tam səhmi deyirəm. Bu, necə deyim ki, etinasızlıq açığı heç də yaxşı hal deyil. Bu günləri bizim tariximiz Rus məktəbində, biz Azərbaycan tarixinə olan maraq, başqa fənlərdən olan maraqdan ən az 2 dəfə çox olmalıdır. Tam əminliklə sizə deyirəm bunu. Və qeyd etməliyik ki, hər bir şəxsin borcudur ki, öz tarixini yaxşı şəkildə öyrənsin, bilsin. Elmin bəy, mənim sizə növbəti belə bir sualım olacaq ki, biz danışdıq indi qəbul məsələlərindən bağlı, imtahanlarla bağlı. Məhz bu ərəfələrdə abituriyent və valideynlər necə manipulyasiya olunur? Çox yüksək səviyyədə manipulyasiya olunur. Artıq bu, mən müşahidə eləmişəm bir neçə il, artıq proses. Fevralın sonları, martın əvvəl, yanvarda biraz bunun məşq mərhələsi başlayır. Məşq mərhələsi, isinmə mərhələsi başlayır. TikTok üzərindən, Telegram üzərindən, YouTube platformaları üzərindən və nisbətən yox, elə çox Instagram üzərindən. Bu 4 platform üzərindən bəzi şəxslər artıq isinmə hərəkətlərinə başlayırlar. Əminliklə sizə deyirəm. Çünki qarşıda biz buna təhsil deyirik. Onların pəncərəsində böyük bazar gəlir. Böyük bazar gəlir. Mən ixtisas seçimlə məşğul olan elə adam tanıyıram ki, adam 10-cu sinifdə oxuyur. Adam 10-cu sinifdə oxuyur, amma ixtisas seçimlə məşğuldur. Abala, əvvəl sən özün tələb ola biləcəksən, yoxsa yox. Sən buraxılışını keçə biləcəksən, yoxsa yox. Nəyə görə? Böyük bir bazardır. Onlar da kimlərin yanında öyrənirlər. Necə deyim ki, texniki detallar təbii ki. Təcrübə qazanırlar. Dırnaqarası təcrübə qazanırlar. Təcrübə olsun, məsələn, təhsil tərəfindən olsun təcrübə. Amma məsələnin başqa tərəfləri var axı. Gəlin, indi mən sizə deyim. Və əldə çox böyük sosial şəbəkə auditoriyaları var. Valideynlərimiz də, mən bunu iş prosesinə görmüşəm. Azərbaycan valideyni, bəlkə ən unikal valideyn deyə, yəni övladına bu qədər can yandıran, onun üçün necə deyim ki, əsən, bəlkə ikinci valideyn yoxdur, tam səmimi deyirəm sizə. Uşaq bir narahatdırsa, o 15-20 qat narahatdır. Və narahat insan da manipulyasiyaya daha çox gedir. Və belə bir həssas nöqtədə də bu insanlar işə başlayırlar. Tam səmimi sizə deyirəm. Bu illəri bərbad olacaq, bizə müraciət eləyin, aləm deyəcək bir-birinə. Bu adam təsəvvür edin, özümüzü qoyaq, empatisi qoyaq abituriyentin yerinə. Ümumi durumumuz yaxşı deyil, açıq danışaq. Psixoloji cəhətdən. Nədir? Sosial duruma baxırıq. Valideyn üzülürük ki, hər bir abituriyent az qala bilədir, tam səmimi deyirəm. Düzdür, vecizlər də var, amma əksəriyyətini eləncək nədir? Yəni, fikir baxımına vecini almayanlara deyirəm, ha? Yəni, ata-ana mənim üçün ayda bu qədər pul ödəyir. Repetitorluq problemi tamam ayrı dərddir, ona ayrı toxunacaq. Mən bu qədər əziyyət çəkirəm. Bütün insanların psixoloji baskısı mənim üzərimdədir. Zəif olsa, nəticə olmasa görəsən nə olacaq? Adam hər gün, hər saat, hər dəqiqə bu fikirlərləndir. Əmin ola bilərsiniz. Və bu fikirlərlə yaşayan insan açır sosial şəbəkələri və belə bir manipulyativ insanlarla qarşılaşır. Bunların əsas məqsədi öz tərəfinə çəkmək. Və necə deyim ki sizə, tək ki marketinq maraqları, pul maraqları ödənsin deyənə, onlarda müəyyən bir vahimə, qorxu yaratmaq və nəticədə öz istəklərini həll etdirmək şərti ilə başqalarına psixoloji zərbə vurmaq. Bunun şahidi çox oluruq. Canlı yayımlar açırlar, müəyyən bir reels, videolar hazırlayırlar və orada necə deyim ki, abituriyentin özünə, necə deyim ki sizə, bacarıqsız göstərirlər. Əsas priyon budur, əsas metod budur. Abiturienti inandırırlar ki, sən bacarıqsızsın. Eynən, bəli, yəni bir güzgü effekti yaradırlar. Qarşıya bir dənə yanlış bir güzgü ayına qoyurlar və deyirlər ki, manipulyasiya olaraq şuuraltı təlqin edirlər ki, bax, sən nə olsun hazırlaşmısan, 2 il getmirsən hazırlıqlara, bu filan, sənin durumun, necə deyim ki, o qədər ürəkçən olmayacaq bu illəri. Nəyə görə? 3-4 dənə statistik anlatılar ortalığa, rəqəmləri, rəqəmləri oynamağa nə var ki?
onsuz da abituriyentlər, valideynləri çox detallara getmirlər. Və aynada, dırnaqarası aynada abituriyenti özünə zəif göstərəndən sonra artıq onu özlərinin asılı hala salırlar. Təəssüf ki, bəli. Həm özlərinin maddi maraqları həll olunur, həm də burada, məsələn, digər və daha böyük tərəfi, mənfisi. Abituriyent və onun valideyninə psixoloji bir zərbi travma yaşadılar. Vallahi billahi, mən elə abituriyentlər tanıyıram ki, onlar tələbə olandan sonra da özlərinə gələ bilmədilər. İnandırım sizi. Nəyə görə? O qədər yüklənmə olub ki, bizim ümumiyyətlə reallıqda, sosial mühitdə, universitetə, kəsilən abituriyentə o qədər yanlış bir yanaşma var ki, onun ağırlığını, inan, tələbə olandan sonra ata bilmir. Sanki dünyanın sonuymuş kimi baxırlar, qəbul ola bilməsə. Gəlin, belə bir şey eləyək. Sentyabr ayında, inşallah ki, indiki abituriyentə tələbə olandan sonra istədiyiniz universitetə gedin. İndi bir neçəsinin çıxmaq şərti ilə. Sizi orada məhz birinci kurs abituriyentlərini çox yorğun görəcəksiniz. Təəccüblənəcəksiniz. Axı, bu təzə tələbə olub, təzə həvəslənməlidir, bunun bu dəqiqə eyfariya durumu olmalıdır. Elə deyil, vallahi. Bu, psixoloji baxımdan, zehni baxımdan o qədər yorulub ki. Artıq heç uğurlarına belə sevinmirlər. Nə gözəl dediniz. Məsələn, var, deyir, bir yaşlı insan çox kasıbla böyüyür, inkişaf eləyir, yaşa dolur. Yaşlı olandan sonra artıq onun cibi pul görməyə başlayır. Onda pula nifrət eləyir. Deyir, mənə cavanlıqdan lazım idin ki, mən müəyyən bir öz güzaranımı daha yaxşı yaşaya bilərdim. İndi mən əldən düşmüşəm. Əldən düşmək üçün qoca olmağa ehtiyac yoxdur. Tam səmimi deyirəm. Elə qocalar var ki, psixoloji cəhətdən həmin 18 yaşlı tələbə birinci kurslardan daha cavandılar. Çünki çöküblər. Manipulyasiyaların hesabına, sosial mühitdə onlara olan lazımsız başqın hesabına, abituriyent imtahan zalına, baxın, imtahan zalına. Niyə görə siz deyirsiniz, ağlayırdı deyirsə əvvəldə? Niyə görə ağlayırdı? Çünki biz abituriyent imtahan zalına tək girmir. Məcazi mən deyirəm bunu. Öz şuurunda ən az 300 nəfəri özlə aparır. Nənəsini aparır, babasını aparır, qonşusu Məsmə xalanı aparır. Mən zəif yaşsam, Məsmə xala mənə nə deyəcək? Hələ ata-anasını qoyur kənara yeyib. Biz bu reallıqda abituriyentdən nə gözləyə bilərik? Bu acınacaqlı bir haldır. Bu biabırçı bir haldır. Bu yanaşma dəyişməlidir. Bu yanaşma dəyişməyəndən sonra biz universitetdə ay süni intellekt belə gəldi. Ay nə bilim, müasir infrastruktur belə getdi. Vallahi onlar o qədər də vacib deyil bunların yanında. Bizim insan resursumuz dəyişməlidir ki, o sonradan bəzi şeyləri öz həll edə bilsin. Aydındır. Elmin bəy, bəs siz qeyd etdiniz məsələləri. Bəs bu məsələdə media və televiziya abituriyentlərin yanında nə dərəcədə ola bilir? Maraqlı yanaşmalı. Gəlin sizə bir detal deyim. Medianın, yəni açıq deyim ki sizə, xəbər saytları, portallardan, indi özümüz də təhsil eksperti kimi hər gün bir neçə mediaya açıqlamalar veririk, bizdən fikirlərimizi, şərhlərimizi alırlar. Hər birdən təşəkkürümüz edilir. Elə Azəri Təhsil Portalı özü hər gün xeyli sayda ekspertlərlə işləyir. Bu, həm də nəyə görə yaxşıdır? Azəri başda olmaqla bir çox saytlar, media resursları həm də sosial şəbəkələrin uydurmaları ilə, qondarma qəhrəmanları ilə döyüşür. Elədir. Bəli, qeyri-peşəkarlığın qabağına, qeyri-peşəkar fikirlərin yanına peşəkar fikirlər çıxardır. Düzdür, bəzən bunu pozan saytlarımızda olur. Elə qeyri-peşəkarların qabağına qeyri-peşəkarı çıxardır. Elə bil ki, biraz da orada körüklüyür. Amma bu nümunələr getdikcə azalır. Biz bu cəhətdən portallarımıza təşəkkürümüzü bildirməliyik. Amma bəzi onlayn TV-lər və məndən reallığı deyim, elə ənənəvi TV-lərin özü də təhsillə bağlı mövzularda elə detallara varırlar ki, şəxsən mən bundan razı deyiləm, tam səmimi deyirəm. Bu günləri bizdə televiziya, sosial şəbəkələr uduzsa da, hələ də xüsusən də bölgələrimiz üçün özünün aktuallığını saxlayır, doğrudurmu? Amma təhsillə bağlı verilişlər edirlər. Daha doğrusu, hansı bir verilişdə təhsilə aid mövzular dəstək olunur, düzdür? Şəxsən mənim öz başıma gəlib, getmişik verilişə. Verilişdən qabaq, yarı tələb, yarı xahiş elementli deyilib ki mənə, bizdən sənə söz verməyə bir gözləmə, həmən müdaxilə elə. Qoy biraz ara, necə deyim ki, ara qızıqsın, belə müzakirə daha şey olsun. Vallahi billahidir. Mənim bazı təhsilim jurnalistikadır. Jurnalistikanın prinsipləri, debatın mexanizmini, toqquşma necə təşkil olunmalıdır, argumentə qarşı kontur argument necə deyilməlidir, bunu biz bilmirik, tam səmimi deyirəm. Bunların özlərinin metodikası var.
Amma bunu bilməyən şəxslər, əmin ola bilərsiniz, mən ad çəkməyəcəm, çünki ən azından belə problemdir ad çəkmək, amma reklam olmasın gəlir. Məhz buna görə ad çəkmirəm. Tam səmimi deyirəm. Amma bəzi mövzular, necə deyim ki, bəzi proqramları, necə deyim ki, sizə show element daha çox maraqlandırır. Tək mənə daha çox baxsınlar. Bu ekspert, o birisi ekspert imkan vermir danışmağa. Bu ekspert, necə deyim ki, dağdan danışanda o bir ekspert arandan elə bir metod şey deyir ki, bütün müzakirənin məntiqi zənciri itir. İnandırım sizə. Belə olan məqamda televiziya arxasında oturan abituriyent, valideyn nəyi başa düşəcək? Tamam, biz tərəfdən sevinirik ki, sosial şəbəkələrin qeyri-peşkarlığının qabağına peşkar media vasitəsindən daha yaxşılarını çıxardırıq da, düzdür. Nəticədə abituriyentlərimiz, valideynlərimiz daha çox şey qazansınlar. Amma görürük ki, yox, və İraq yaxşılarından çox yaxşı nümunələr də var. Tam səmimi sizə deyirəm. Gözəl təşkil olunmuş, aparıcı tərəfindən çox düzgün idarə oluna bilən, moderatorluq prinsipləri mükəmməl şəkildə yerinə yetirilən verilişlər var. Qoyulan suallardan tutmuş, yanaşmalara qədər, ekspertlərin incə şərhinə qədər elə yaxşı olanlar var ki, onların biz haqqına girə bilmərik. Onları qoyuruq bir kənara. Amma digərləri isə abituriyentdə, valideyndə onsuz da yaranmış gərginliyi biraz da artırır. Nəyə görə? Çünki anlamır ki, orada nə deyildi. Məsələ bundan ibarətdir. Ay əzizlərim, bu günlər bizim TV kanallarda, sonra sizə deyim, elə portallarımızda bu cürlə materiallar, necə deyim ki, sosial şəbəkənin manipulyasiyasına qarşı döyüş funksiyası sayılmalıdır. Biz onlara qarşı döyüşməliyik. Sağ olsun ki, mediamız buna, necə deyim ki, çalışır. Amma döyüşü daha intensiv etdirmək üçün peşkar meyllərə varmalıyıq. Bunu sayı artmalıdır. Əks halda tam səmimi deyim ki, biz elə sosial şəbəkə qəhrəmanlarına işləmiş olacağıq. Onların mənafeyini daha çox güdmüş olacağıq. Çünki baxacaq, adı nədir? İzləyici deyəcək ki, bu televiziya çıxan adamdan TikTokda canlı yamacan filan kəs arasında qəti fərqi yoxdur ki. Elə qoy mən gedim onun yanına da. Amma daha bilmir ki, o marketinq marağına əsasən manipulyasiya məşğul olan bir şəxslərdir. Bu qədər yəni. Aydındır. Mən təşəkkür edirəm bugünkü müzakirəmizə görə. Buyurun, mən fikirləriniz dəyərli idi. İnşallah ki, abituriyentlərin, valideynlərin bizi izləyər və onlar üçün yararlı olar. Əziz tamaşaçılar, Azedu podkastında Məltəm Anar və Elmin Nurinin təqdimatında təhsilin gündəm mövzularını müzakirə etdik. Odur ki, kanala abunə olmağı, bizi izləməyi unutmayın. Görüşənədək sağ olun.